Mənə deyirsən ölmüşəm, məni götür, amma gətirirsən məni öldürməyə. Mən bomba olanam, mən zor olanam, mən əcdayım. Hiç qoşulmuşamsa, otururum, o aktyorun şəklini atıram, bu aktyorun şəklini atıram. Başa düşmürəm, mən olursan qəhrəman axtarsınız, mənim sən sözüm yoxdur. Setə çata-çatda geyim rəssamı məni yığır, xahiş edir ki, bəs o şeyi də götürərdiniz də, məsələn, o rozlu futbolka var idi, onu da götürərdiniz də. Elə yer olur ki, o qədər istəyirsən, tanınmayasan orada. Deyirəm, bir dənə vlajın salfetka heç olmasa yoxdur mu? Bir nəm salfetka, sən qırmıyorsun, hara gedirsən? Həmən onda nətər problemli aktyor olmayım. Amma uşaq vaxtı Laçında səhnəciklər yığırdım, bilet kəsib satırdıq. Mən həmişə hər yerdə deyirəm, mən rejissorluq oxuyurdum, mən zərurətdən aktyorluq elədim. Yəni heç mən aktyor deyiləm, dərinə getsən. Teatra məbəd kimi baxmasan, teatrı sevməsən, teatr vaxt istəyir səndən, teatr sözün yaxşı mənasında vampirdir. Yığdım beşlərimi maşına, 15 gün getdim Laçında qaldım maşında. Sən çox pis suallar verirsən, bilmirsən, bu sualı kim verir, sənə verdirirlər bu sualı. Sənə mümkün deyil. Salam dostlar, siz Podkast Kimi Adam layihəsini izləyirsiniz. Mənim adım Səməddir. Bugün mənim qonağım aktyor Səmi Fərhaddır. Səmi bəy, xoş gəlmisiniz. Xoş gününüzə gəlir, təşəkkür edirəm. İlk növbədə mən sizi təbrik edirəm yeni bölmə serialı münasibəti ilə. Minnətdaram, çox sağ olun. Mənə çox maraqlı oldu sizi baş rolda bir serialda görmək. Çünki bundan qabaq Emilin işlərində ən azından Körpünün o tayında mən görmüşdüm. Düzdür, başqa filmlərdə də görmüşdüm. Xüsusilə Narbağı filmində yadımda qalmışdı. Amma sırf serial kontekstində və Emillə birgə işdə ilk dəfə görürdüm. Serialın düzdür, bütün seriallarını görməmişik. Ümid edirəm ki, sonra Mən də görürəm. Dedim bəlkə Emil öncədən göstərib. Bir neçə səhnələr görmüşəm təbii ki, amma ümumi seriala oturub bütün seriallarına baxmamışam da. Aha. Dostlar, mən qeyd etmək istəyirəm ki, mart ayından bizim yeni studiyamız açılacaq və həmən studiyada həm Podkast Kimi Adamın buraxılışları çəkiləcək, həm də siz də orada gəlib həm Reels çəkilişlərinizi, həm podkast çəkilişlərinizi edə bilərsiniz. Mənə ilk növbədə maraqlıdır ki, sizin adınızın tarixçəsi nədir? Bununla bağlı sizə nə deyiblər? Niyə adınızı məhz səmimi olaraq seçiblər? Çünki mən tez-tez rast gəlməmişəm. Məncə nadir adlardandır. Hə, mənim rəhmətli babam, Allah rəhmət eləsin. ölənlərinizə rəhmət. O ədəbiyyatçı idi, ədəbiyyatı sevirdi, həm elə ədəbiyyat müəllimi idi, dərs deyib, məktəb direktoru olub, o vaxt kolxoz sədri deyirlər, ziyalı adam idi, oxuyan idi. O, hansısa əsərdən bir həkim obrazı olub, onun adı olub. Onun adını götürüb, həkimin yox, həkim kiməsə qızıl saat bağışlayır, o vaxt kimsə bir cəsur qəhrəman olur, öküzü yıxır, neynir, belə bir orada cəmaatı qutarır, xilas edir, belə bir igidlik göstərir. O həkim onun qoluna öz qızıl saatını, üzərində səmimi yazılan, öz adı, həkimin adı orada səmimi olur. Babam o həkimin adını qoyub oradan mənə. Bəs Fərhad? Ədəbiyyatdan götür, yəni. Bəs Fərhad Fərhadovdur. Fərhadovdur, hə. Əvvəl Fərhadov olub, indi titr adım Fərhaddır da, yəni filmlərdə Fərhad. Amma ümumilikdə biz nəsillikcə hamımız Rəhimovlarıq. Əmlərim, biblərim hamısı Rəhimovlar oldular da, babam. Bir dənə elə bir babam, həmən dediyim babam öz atasının adını atama soyadı verib. Atamdan məni keçib, məndən övladım. Mən çəkilişdən öncə sizdən soruşdum, indi bir də soruşmaq istəyirəm ki, bizi izləyib dinləyənlər də istəyirəm bu nüansa diqqət eləsinlər. Filmlərdə, seriallarda, reklam çəkilişlərində səs yazılanda, bu səs işi ilə məşğul olan səs rejissorları, səs operatorları sizə hansı xüsusi qeydlər edirlərmi səs tembri ilə bağlı? Yəni səsinizlə işləmək onlar üçün asandımı, çətindimi? Bununla bağlı hər hansı bir geri dönüş olub? Yox, mən çox əksər deməzdim heç. Demək olar ki, uzun illərdir. Əvvəl bir-iki dəfə reklam yazmışam. Uzun illərdir, yəni nə dublyaj, nə həm belə bir təcrübəm də deyim yoxdur. Mən ancaq özüm çəkildiyim yerində yazılan başqadır. O studiya şəraitində mən çox biraz da o işi sevmədiyimdən irəli gəlir. Orqanik gəlmir mənə balaca, kiçik bir yerdə o şeyi vermək olmur. Yəni orada effekt olmur. Nə o fiziki hərəkətlə orada məşğulsan, orada onun o nəfəsi, o falanı, onları. Ona görə
Deyiblər, belə deyiblər, təklif eləyiblər, amma yazmıram, getmirəm, istifadə eləmirəm. Mənə ən çox hansı hissəsi maraqlı idi? Yəni sizin səsi sonra emal etməklə bağlı. Kinoda amma alıram o şeyləri, o səs rejissorlarından alıram onları ki, çox çətinlik çəkmirlər. Müəyyən qədər nə varsa elə bil qurban olduğum verib, təşəkkür edirəm ona görə də həmişə minnətdaram Allahıma. Amma mən bu səsin arxasında gizlənməmişəm. Mənim çıxmasın illərim var. Yəni tək səs məsələsi deyil bu məsələ. Mən səsi nəyə görə vurğuladım? Biz Eminlə podkastda da bu məsələyə toxunduq. Orada indi bölmənin ikinci hissəsi ki yayımlanıb. Sizin o maşın səhnəsi ki var, Elnur ilə. Orada o ki başlayır mahnı oxumağa. Həmin hissədə mən nəyəsə görə səs tembri orada tutdu məni. Bilmirəm, ya səsi çox yaxşı Sergey Netrinenko emal eləmiş, ya çox super yazmış. O səs sırf ilk dəfə orada mən fikir verdim ki, adamın çox belə səs tembri var. Sergey özü çox yaxşı səs rejissoru. Bunu Azərbaycanda bütün kino sahəsində işləyənlər hamısı bilir. Və Sergeyin əsas məsələ avadanlıqları da çox yaxşı avadanlıqlardır. O da var. Mən sizin haqqınızda oxuyanda bu informasiyanı gördüm ki, siz Laçında dünyaya göz açmısınız və 12 yaşına qədər yanılmıramsa orada yaşamısınız. Sonradan Laçın işğal olunandan sonra belə başa düşürəm ki, Bakıda olmusunuz. Mənə maraqlı Mingəçevir dönəmimdə olub. Mingəçevirdə də 3 nömrəli məktəbdə biraz oxumuşam, il yarım, 2 il kimi belə oxumuşam. Mənə bir sinə maraqlıdır. O uşaqlıqda olan Laçın xatirələrdə və indiki yəqin işğaldan sonra artıq getmisiniz Laçına. Onların arasında fərq nədir? O vaxtki Laçından indiki. Çox şey demək olar. Çox şey demək olar. Burada abadlığından tutmuş hər şey rol oynayır. Müasir bir Laçın var artıq. Çox şey demək olar. Amma bilmirəm nə sirr illahdısa. Ora gedəndə başqa cür oluram. Ora gedəndə bütün problem deyilən şeyləri unuduram. Ora gedəndə heç qayıtmaq istəmirəm. Nə sirr illahdısa. Bilmirəm, uşaqlıq saf, təmiz vaxtlarımdan çıxmışam deyə. Nə bilir, həmən enerji indi qayıdıram orada. Bilmirəm, başa düşmürəm. Yəqin ki, bu Afrikanın hansısa bir düzündə də olsaydı, bu hamıya öz torpağı şirin gələn kimi, bu tam belə bir məsələ də deyil. Yəni, Laçının təbiətini, hər şeyini yanında hamı bilir də. Üzr istəyirəm, nə idi sualımızın əsası? Mənə əsas maraqlı idi ki, İndiki Laçından fərqi. İndiki Laçından əvvəl sizin tərcih edib getdiyiniz nə qədər şey də olsa, yəni müasir, gözəlliyi də falan, yəni o xatirələri itirməyib və o xatirələrlə bir yerdə bugün deyim sizə ki, çox çətin sual vermirsən. Əslində, çox çətin sual vermirsən. Biraz səthi yanaşdım. Mənə çünki maraqlıdır o illər ki, işğal altındaydı Laçın. Bilirsən, orada daha çox Laçının fərqindən çox mənim öz fərqim var. Daha çox mənim orada, mən 12 yaşıma qədər orada böyümüşəm. Mən Bakıda formalaşmışam, Bakıda böyümüşəm. Laçın həmən Laçındır, yaxşı. Bəs mən həmən uşağam. O, sən o tərəfindən bax. Məncə kifayət eləyər. Bu axır vaxtlar qoy mənim yaralı bir yerimdir. Mən biraz xoşlamıram. Region söhbəti ağır söhbətdir. Region söhbətlər olmaz. Axır vaxtlar bir ixtişaş yayıblar cəmaatın arasında. Hamı gəlmə, yerli, belə söhbətlər. Mənə o nöqtələr maraqlı deyil. Yox, mən istəyirəm ki, qoy elə məqam düşmüşkən mən deyim. Çox pis şeylərdir bunlar. Bunlar bizi pis yerlərə apararlar. Yəni, bu tip şeylər insanları birliyinə qarşı olan və insanları parçalayan bir şeydir və adətən deyilir ki, Sovetlər dövründə o vaxtın xüsusi orqanlarının ortaya atdığı məsələlərdir. Mənim sualımın həqiqətən məğzi o deyildi. Mənə əsas maraqlıdır ki, 12 yaşa qədər insanın müəyyən psixologiyasının, şuurunun formalaşması gedir. Adətən psixoloqlar, həkimlər deyirlər ki, o müəyyən yaşa qədər insanda nə oturursa bazasına, o ömrünün sonuna qədər qalır.
Və mənə məsəl üçün maraqlıdır ki, bu Laçın işğal altında olan illərdə siz Laçını xatırlayanda, xatirələrdə 12 yaş az yaş deyil də, müəyyən qədər insanda o fərqindəlik yaranır. Laçın işğal altında olanda siz Laçını xatırlayanda hansı məkan, hansı xatirə yadınıza gəlirdi və işğaldan azad olunandan sonra nəyi axtarmağa getdiniz ora? Gördüyüm hər şey yadımdan çıxan elə bir yer yox idi ki, bu 30 ildə, 31 ildə mənim yadımdan çıxan elə bir yer yox idi. Oynadığımız yerlər, məktəb tərəflər, hər tərəfdə, yəni uşaq vaxtdan getdiyimiz, uşaqlarla çaya getdiyimiz hər yer. Heç ilk yoxlar... İlk evimizə getdim də, ilk evimizə getdim. Çəkilişlə getmişdik. Orada da hələ Laçın, indiki Laçın kimi deyil idi. Abadlıq işləri yeni başlayırdı, hər yer toz, torpaq, maşınsız hərəkət eləmək çətin idi. Orada o yemək arası verilən vaxtda mən heç kimdən xahiş eləmədim ki, adamların 20 dəqiqə, yarım saat vaxtı var. Olsun, sürücüdən xahiş eləyə bilərdim, aparardı, amma qoy o yeməyin yesin dedim. Həm də biraz başqa hisslərlə idim, tək olmaq istəyirdim. Oradan piyada tez qaçdım məhəlləmizə, getdim, ata yurdumu gördüm. Heç cür ifadə eləyə bilməyəcəyim hisslərimi keçirtdim, qayıtdım, gəldim, təzədən qoşuldum komandaya, gəldim, Bakıya çatdıq, 2 gün qaldım. 2 gündən sonra yığdım beşlərimi maşına, 15 gün getdim, Laçında qaldım, maşında gəldim. Dostlar var idi, tanışlar var idi orada, işləyən adamlar var idi, orada ev şəraiti var idi, dəvət edirdilər, ancaq ara bir gedərdim də, yəni təmizlik üçün yuymağa falan belə gedirdim. 15 gün orada maşında, orada qaldım, sonra bir fəal indi işdi falan, həyata qayıtmaq lazımdır da. Bəs o ata evindən başqa hər hansısa belə bir yer, nəsə varmı ki, onu axtarıb tapasınız, o görüm o yerindədir. İkinci dəfə ki, öz maşınımla ki getdim, mən gördüm ki, orada mümkünsüzdür də, maşınsız hərəkət eləmək mümkünsüzdür. Hamısını gəzməliyəm, axı getməliyəm, nənəmgil tərəfi, harada uşaqlığım, harada keçib daha çox, harada məktəbin arxası, qabağını, şəhərin başı, poçtun yanı, məsələn, Laçında olanlar bilir. Elə getdim, sonra bir-bir, hansına gedirdim, heç getmədiyim, ötəri keçdiyim yerə təsadüfi baxanda bir dejavu yaşayırdım, nəsə görürdüm. Tamam, yəni bilən bilir də, onu heç cür təsəvvür eləmək, onu heç cür izah eləmək mümkün deyil. Və axtardığınız nəsə oldu mu ki, onu tapdınız yerində? Yox. Bir daş parçası belə olsa ki, o şeyi deyək ki, dağıtmaq mümkün deyildi. Çox pis suallar verirsən, bilmirsən, bu sualı kim verir, sənə verdirirlər bu sualı. Sənə mümkün deyil. Mən gəl bir səmimi etiraf edeyim, qoy bunun tamaşaçıları da bilsin. Mən uşaq vaxtı elə bil dəcəl uşaq idim də. Müharibə vaxtı idi, başımızın üstündən qırat belə gedirdi, belə gəlirdi. Biraz barıt içində yekəlmişdik. Bir tir var idi, amma asab yaxın deyilən bir güllə var idi, Merkaşka, ondan atırdı. Qara toyuqsa vurmuşam, düzdür. Bir dəfə bir serçə, haradasa 11 yaşım var idi, 11 yaşım. Müharibədən biraz əvvəllərim var, bir neçə ayların qabağının söhbəti idi. Gedirdi ara sıra belə, şiddətli başlamamışdı. 91 falan, belə, zaten 90'lardan sonra kolonlar keçirdiyi arada Laçında hamı bilir də Aynı xala var idi, onu ana heykəlinin yanında o yaralanmışdı. 20 yanvar hadisələrinin orada da fəsadlar olmuşdu. O vaxtları orada da, Laçında da kolonlar gedəndə dinc əhaliyə zərər vermişdi, yaralamışdılar. Belə şeylər olmuşdu. Əsas nəyə üzr istəyirəm? Nəyisə axtardınız, nəyisə tapdınız mı? Hə, üzr istəyirəm. Deməli, o serçə məsələsi. Mən bu serçə ağacın üstündə durmuşdu. Balaca bir serçə idi. Mən aşağıdan tirlə vurdum bu serçəni. Bu serçə elə bir ayağını qıc oldu da, elə bir ayağını sıxdı budaqda, belə sallaşı qaldı, belə aşağıda. Qaldı elə orada, elə orada da öldü o serçən. Sallaq vəziyyətdə qaldı orada. Sallaq vəziyyətdə qaldı orada öldü. 10 yaşım var, 11 yaşım var, belə bir şeydir də yəni. O serçə nə qədər qaldı orada? Biz çıxan vaxta qədər o serçə qaldı. Hə, bax o serçəni axtarırdım. Getdim o serçəni
Tapmadım. Bir yandan sevinirəm tapmamağıma. O ağac kəsilmişdi. Bir yandan da pis oluram ki, mən o sesiyədən üzr istəyə bilmədim. O mənim travmamdır. İndi bilənlər bilir, mənim el olub ki, bir şəraitim olub, mən 10-12 dənə iti birdən saxlamışam. Küçədən sahiblənirdim ki, bəlkə də haradasa o günahlarımı yumaq üçün. Niyə verdim bu sualı mənə sən? Çünki mənə həmişə bu maraqlı idi. Mən həmişə öz doğma torpaqlarından didərgin düşən insanları anlamağa çalışırdım özüm deyək ki, mən Lənkəranda böyümüşəm. Təsəvvür edim ki, mən əgər öz doğma torpağımdan didərgin düşsəydim, nə axtarardım, nə istəyərdim, ona görə o sual aklıma gəldi. Bir də mənə maraqlıdır ki, mən heç vaxt Laçında olmamışam. Əksəriyyət üçün, məncə bütün Azərbaycanlılar üçün Ay Laçın mahnısının bir əhəmiyyəti var idi. Onda həmişə bir nisçil var. Sizin üçün bu mahnı nə yaşadırdı, nə hiss verirdi sizə? Vallahi mən o mahnını həmişə bir çox adamlardan da eşitmişəm ki, o mahnı bizim Laçın haqqında yazılmayıb. Bu Laçın quşu haqqında yazılıbdır. Quşa həsr olunmuş mahnıdır. Belə bir şey eşitmişəm. Amma mahnı özü yəni gözəl mahnıdır. Mahnı özü təsirli mahnıdır. Mahnı mən Laçına görə sevmirəm o mahnı. İstifadə eləmişəm qısa metraj filmdə də, Laçınla bağlı filmdə istifadə eləmişəm. Uyğun gələn bir səhnə olub istifadə eləmişəm. Amma sırf Laçına aiddir deyə sevməmişəm o mahnı. Hələ Akif İslamzadənin də ifasında çox qəşəng. Yəni sizdə sırf Laçınla assosiasiya yaratmayıbdı o mahnı? Yox, qətiyyən. Çünki bilirəm, tarixçə bilirəm ki, Laçına aid deyil. Bizim Laçın şəhərinə aid olan mahnı deyil. Mahnı quşa həsr olunur, Laçın quşuna. Amma o Laçın quşu da elə Laçındadır deyə. Haradasa istəsən də istəməsən də bir bağlılığı var. Mən bunu bilmirdim, mənim üçün yeni məlumat oldu. Qartallardır, qızılquşlardır, bunların çox növləri Laçındadır. Hazırlaşanda öyrəndim ki, bəs ixtisasca rejissorluğu oxumusunuz. Rejissorluğun hansı sahəsi, yəni hansı? Teatr kollektivinin rejissoru fakültəsində. O indi yoxdur, o ixtisas bildiyim qədərlə tədris olunur. Mədəni maarif idi, teatr kollektivində, bilmirəm, indi 96-cı ildə girmiş. Hazırda harda çəkilirsiniz? Yəni hansı bir film və yaxud da serial varmı çəkildiyiniz? Hal-hazırda gündəlik serial var, orada çəkilirəm. Adı nədir serialın? Dirilən Adam serialı. ASTV-nin layihəsidir. Mircəlal Paşayevin Dirilən Adam romanının əsasında Pərviz Seyidin ssenarisi əsasında ərsəyə gələn bir işdir. Tural Baxış rejissorumuzdur belə. Mənim maraqlıdır ki, siz neçə yaşınızda və nə cür qərar verdiniz ki, aktyor olmaq istəyirsiniz? Mən aktyor olana qədər min bir fikrə düşdüm. Mən uşaq vaxt yaxşı şəkil çəkirdim. Amma nə elədim, anam düşdü arxamca. Nə elədim, anam düşdü arxamca. Şəkil çəkdim, anam dedi, bu rəssam olacaq. Sonra bir dəfə arı şanını belə biraz dınqıldatdım, elədim. Sonra bir başqa taxta yeşiyi tapdım. Arı şanın simlərini götürdüm, caladım. Ona özümdən 2 tarafasını düzəltdim. Belə başladım dınqıldatmağa. Anam dedi ki, bunu mütləq tara qoymaq lazımdır. Apardı məni tara qoydu. Orada imtahan verdim, mahnı oxudum, suluxum var idi. O 17-17-yə qədər gelib çıxmışdım. Qorxmaz müəllim o vaxt mənə dedi ki, düzün dənə siqaret çəkirsən, hə? Axı, bu son şeylərin vaxtını danışırım. Artıq Laçında dedik, hələ mən Laçındaykən tara gedirdim. Sonra rəqsə meylim oldu. Dədə-babadan biz tərəfin, bizim nəsil ilə biraz oynamaqlar, milli rəqslərdə yaxşıyıq. Getdim, gördüm, daha çox bildiyim elementlərdir, müəyyən qədər. Bir də fikirləşdim ki, rəqqas, yəni anam niyə gəldi bura? Qoydu ki, bura, belə. Sonra, amma uşaq vaxtı Laçında səhnəciklər yığırdım, bilet kəsib satırdıq valideynlərimizə, anamın əmsi nəvələri ilə, uşaqlarla, qonşularla yığışırdıq belə, kiçik belə, mən filmlərdən, teletamaşalardan gördüyüm şeyləri gətirib orada, onlarla məşq edib, sərgiliydim. Elə bir şeyim də var, bir tamaşa qurma falan, belə. Amma hamısından yarım-yarımçıq, uzun sözün qısası gətirdi məni, aktyor elədi. Mən həmişə hər yerdə deyirəm, mən rejissorluq oxuyurdum, mən zərurətdən aktyorluq elədim. Yəni, heç mən aktyor deyiləm belə, dərinə getsən.
Mən tələbə yoldaşlarım ümumiyyətlə çoxu inanmırdı ki, mən universiteti onlar da oxuyurdu, mən də oxuyurdum və mən davranışımdan, hər şeyimdən inanmırdılar ki, mən nə vaxtsa aktyor olaram. Amma 20 il, ən azı 20 ildir ki, aktyor kimi fəaliyyət göstərirsiniz də. Hə. 2000-ci ildən tam olaraq teatr fəaliyyətimi, universiteti bitirdim, teatr fəaliyyətim başladı. Biraz teatrda işlədim bir müddət. Sonra çıxdım, sonra kinolarda, sonra bir də teatra müqaviləyim, bir də qayıtdım, bir də belə də illər keçdi. Yaxşı, teatrdan söz düşmüş ki, onu da soruşum. Sizə daha yaxındır teatr yoxsa kino, yoxsa hər ikisi? Yəni seçim qarşısında qalsaz birini seçməyə hansını seçərsiniz? Və maddi məsələləri kənara qoysaq da. Sən deyim, kinonu seçərəm. Kinonu seçərəm. Hə, teatr bilirsiniz nədir? Teatra məbəd kimi baxmasan, teatrı sevməsən, teatr vaxt istəyir səndən. Teatr sözün yaxşı mənasında vampirdir. Sən özünü ora o qədər yaxşı həsr eləməlisən ki, o qədər... Mən istəmirəm teatrla səthi yanaşım. Mən istəyirəm teatr... Vaxt olub ki, mən buradan Şəkiyə getmişəm, Şəki Dram Teatrında işləmişəm. Səbəb nə olub? Səbəb ümumiyyətlə şəhərin xaosundan, ümumiyyətlə uzaqlaşmaq biraz şəhərdən, həm təbiət. Orada Şəkidə şərait var idi. Həm başımı belə yaxşı mənada dinləməyə, həm də bir bala müəllim sağ olsun. Bir bala müəllim dəvət elədi. Deyərdim ki, o adam mənim üçün baş rejissordan da çox dəyərli, yəni tövsiyəsi ilə, hər şeylə adam psixoloqum oldu mənim. Mən sağaltdı təzədən göndərdi Bakı. Sizin 45 yaşınız var da, düzdür? Bu yaşa qədər bu aktyorluq fəaliyyətində... Çox üzrüsəm. Arada adam onu istəyir, o həmişə istəyir, teatr eşqi həmişə var içimizdə. Amma görürsünüz, o bir dönəm nətərsə olur, necəsə olur, sən tamam bütün işini, gücünü qoyub teatrla məşğul olmaq istəyirsən. O elə bir dönəm idi, bağışlayın. 45 yaşına qədər mənə maraqlıdır ki, öz peşənizdə, aktyorluq sahəsində əldə etdiyiniz nailiyyətləri də nəzərə alaraq arzusunda olduğunuz nailiyyətlərin neçə faizinə nail ola bilmişsiniz sizdə? Mən yetinmək heç arzusu olmayıb heç. Öz aktyorluq sahəsi ilə bağlı hər hansı bir istədiyiniz? Yox. Mənim heç vaxt mən bunu oynayardım, bu rol oynayardım, belə bir obraz olsa oynayardım. Belə bir obraz olsalar olub müəyyən qədər, amma konkret hansısa mən Teymur Ləngivi oynamaq, məsələn, iddiam olsun. Məsələn, olub bunu bir neçə müsahibələrində demişəm, Kefli İskəndəri oynamaq niyyətim olub o vaxt, amma tamam başqa cür, özüm qoyardım, özüm oynayardım. Özünüz quruluş verərdiniz? Özüm quruluş verərdim. Yəni Kefli İskəndəri tamam görünmədi. Bəhlul Divanə var, yəni Danəndə. Divanə niyə divanədir? Yəni Harun Ər-Rəşidin qardaşıdır, amma divanə idi. O divanə olmasa, divanə onun sığortası idi, divanə onu sağ saxlayırdı. İskəndər də indi onun kimi. Onun da kefliliyi ona sığortası idi ki, kefli adam deyil. Amma bu səliqə ilə, bu şeylə bir dəfə adamın kefliliyi ilə keçərlər, o IQ ilə, o şeylə. Bir dəfə keçərlər o ağıllı sözlərə, o geyimə keçmək, 2 dəfə keçərlər o sərxoşluğa, 3 dəfə keçərlər, keçməzlər. Hələm o devirlərdə. Yəni bomj olmalıdır da atına keçsin. Bəli, onun yanından keçəndə bir burnunu tutmalısan, bir neçə dəfə o halı olmalıdır. Bu bir neçə dəfə hardasa yatılı vəziyyətdə qalmalıdır. Bu nəsə bunun bir alibisi olmalıdır. Bir şey olmalı ki, ciddi alınmayacaq dərəcədə cəmiyyətin içində elə bir şey olmalıdır. O qədər səliqəli oynamaq istəməzdim. Daha belə ruslar demiş, Kriyazını oynayardım onu. Amma o da getdi, bir yaş dönəmi idi. Mən deyim sizə ki, 30-dan sonra mənə heç elə bir niyyətim olmadı. 30-a qədər də deyim sizə heç nə eləməmişdim. 30-a qədər də bir şey elədiyim yox idi. 30-a qədər. 30-dan sonra öz-özümdə fikirləşdim ki, həm kliplər çəkirəm, həm nə bilim, düşəndə nəsə eləyirəm, belə falan. Okey, başa düşdük. Sən neynəmək istəyirsən? 30 keçdin. Neynəmək istəyirsən? Rejissor kimi sən özünü təsdiq eləmək üçün hələ bugünkü gündə demirəm,
indi əvvəlki mənim dediyim dönəmlərdə təsəvvür edin də siz məsələn 2006, 2005, 2000 rejissor kimi özünü təsdiq eləmək çox çətin bir məsələdir. Vəsaitin yox, heç nə çəkə bilmirsən. Hekayən ola bilər, onu inandırmaq məsələsi var, onu kimsə pul qoyur, bəzən sən özün risk eləmirsən, sən əlini daşın altına qoyursan. O adam pulun yiyəsidir, amma sən məsuliyyətə girirsən. Belə baxdım ki, yox da, nəsə, bu qədər də set təcrübəm var. Zaten, yaxşı, mən teatrda aktyorluq eləmişəmsə, teatrda aktyorluq eləmişəm. Mən bunu kinoda niyə eləməyim ki? Və tələbat da var, çağırırlar. Nə olsun, mən zərurətdən məcburam, belə, yaxşı, o da çağırıb, o gedim, belə, görürüm, yəni. Belə. Elə qaldım aktyor kimi işlə. Amma bu o demək deyil də, mən nə vaxtsa öz filmimi, müəllif filmimi çəkməyəcəm. O, indi də ola bilər, 5 ildən sonra da ola bilər. Yəni, 10 ildən sonra da ola bilər, amma o olacaq. İnşallah. Hə. Sizin Nar bağında personajınızın adı Qabil idi, yanılmamız. Mən maraqlıdır, yəni, indi siz öz personajınız üzərində işləmişsiniz yəqin ki. Qabil kim idi? Qabil haqqında mən danışmışam açıq. Qabil pis adam deyil idi. Qabil elin qınağını, Qabilin axı orada monologu var damda, oğlu ilə danışanda ki, yəni əmisindən danışır ki, içmişdi, dirəşdi ki, verməsin, sən maşın sürə bilmirsən, onu pərt eləmişdi, Qabili pərt eləmişdi orada falan filan. Hamı elə bilirdi ki, Qabil qardaşını avariyaya salıb maşını, Habil orada ölübdür, günahkar Qabildir. Qabil niyə dursun evindən təzə qurduğu ailəsinin, niyə? Qabil o qədər elə ən uğursuz başladı ki, əvvəlindən talihi və yalan gətirdi, o həddə qədər çatdırdı ki, və hər şey yalan oldu. Hər şey. Çox danışa bilərəm Qabil haqqında. Qabili, yəni biz bir rolun, necə deyim, bəraətini verə bilmiriksə, bəraətini verməliyik, oynamalıyıq da. Mən pis adamam. Hansı pis adam özünə pis adam deyir? Heç. Vəziyyəti bilmək lazımdır, situasiyanı bilmək lazımdır. Mənə sırf maraqlıdır ki, o ki sonda gedir, pulları götürür və gedir. Həmən durumda personaja siz nə haqq qazandırdınız? O nə durumdaydı? Yox idi onun haqq qazanır. Məcbur, məcbur. Nə bilirsən, o düşünürdü ki, bəlkə gedib elə bir əməliyyat eləyə bilərəm, elə bir şey eləyə bilərəm, elə eləyərəm ki, gəlib bunları təzdən sahiblənə bilərəm. Amma o orada qalmasın. O da onun övladıdır. O orada qalmasın. Onu xilas eləməliydi axı. O ölüm-dirim arasındadır, amma bunun babası var yanında. Nə bilirsən, Qabil o qədər özünə təsəllilər verib ki, onu edib də. Yox. Ola bilər. Bəs adam nətər pis adam olur? Bəs adam öz vicdanını nətər köraldır? Yaxşı, gələk indi bölmə serialı haqqında biraz danışaq. Mənim maraqlıdır ki, bu serialda baş rola təsdiqlənmə prosesi necə oldu? Bunu xatırlasanız, biraz məlumat versəz. Necə oldu? Emil sizə kastinqə çağırdı, yoxsa çağırdı, dedi ki, sən bax, bunu istəyirəm ki, sən oynayasan, oxu, tanış ol, qərar verin. Deyim də, belə oldu da. Emil birinci polis demişdi, amma hansı obrazlı deməmişdi. Sonra biraz keçdi, mən bir başqa filmə elə bir təsdiqlənmişdim. Emil bilirdi ki, bunu ki, mənim elə bir gözdə rayonda çəkilişlərim olmalıdır. Elə eləməli ki, çox üst-üstə düşməsin falan. Emil onu nəzərə alaraq mənə bir rol vermişdi. Sonra elə oldu ki, bu rola da Amidi təsdiqləmişdi. Amidin bədii filmi var idi. Elə oldu ki, vaxt şeyindən heç cür alınmadı. Üst-üstə düşmədi, onlarla qabaqcadan danışılmış, söz vermişdi. Üst-üstə düşdü, alınmadı. Əslində paltara qədər alınmışdı.
Hər şey hazır idi, danışılmışdı. Biraz vaxt nüans elə gətirdi ki, Emilgil tərəfdən biraz gecikmə oldu. Amit xeyli gözləmişdi, amma sonra gözləyə bilmədi, getdi. Biz də mütəmadi olaraq Emillə danışırıq falan filan. Emil qəhrəman axtarır. Emil deyir, filan kəs necədir, belə ölçüləri də biraz düz gəlsin Amidin ölçülərinə ki, falan filan da. Çox xərcə düşmür. Xərcə düşür. Xeyli də xərc eləmişdi, deyim sənə. Xeyli də xərc eləmişdi paltarlara falan. Tək hərbi geyimlər deyil də, belə müşk geyimlər də, hamısı var idi, hamısı. Hamısının ayaqqabılarına qədər, hamısına. Sonra mən göstərirəm, deyir filan kəs, deyirəm, hə, onun boyu falan filan. Hə, amma belə dedim, bilmirəm, belə məsələn də biri var, tanıdığım adam olar. Məsuliyyətli işdə axı bu, burada nəsə bir söz demək, nəsə ki. Mən ona bir neçə nəfər atdım, dedi, yox, həmi bunu tanıyıram, baxmışam, nə bilim, şeydir, filan yerdə belə. Bir dəfə belə, bir dəfə belə. Birdən dedim, ay Emil, sən bir dəqiqə qulaq az. Mən də dedim, sən güc qoşulmuşam, sənə otururum, o aktyorun şəklini atıram, bu aktyorun şəklini atıram. Başa düşmürəm, mən olursa sən qəhrəman axtarsınız, mənim sən sözüm yoxdur. Belə deyəndə Emil qayıtdı ki, düz deyirsən, əmin. Səs atmışdım mən buna. Tez mənə yığdı, danışdıq. Müəyyən narahatçılıqlarını mənə dedi, müəyyən şeylərini mənə dedi. Razılaşdıq ki, yox da danışdıq, elə də işləyəsi olduq. Yaxşı, Emil Quliyevlə işləməyin mənfi və müsbət tərəfləri nədir? Valla, mənfi tərəfləri məyəni yoxdur. Yalan deməyim, vallahi doğrudan deyirəm, mənfi tərəfi yoxdur. Mən mənfi tərəfini, yəni nəyinə əlaqələndirə bilərəm ki, mənfi tərəfi var Emilin. İşlədiyim rejissorların heç demək olar əksəriyyətinin çoxunun mənfi tərəfi yoxdur. Yəni, iş prosesində sizi qıcıqlandıran, bu niyə belə edir? Qətiyyən. Çox rahat işləyirik. Çünki əvvəldən çözürük, məsələni çözürük, təhlil edirik. Çox rahat. Və yerində qərar verdiyimiz səhnələr olur. Çox rahat. Yəni, qarşılıqlı kompromislərə gedirsiniz? Bəli. Çox rahat. Bəs burada canlandırdığınız obraz ki var, polis obrazı, ona necə hazırlaşırdınız? O obraz ki siz canlandırırsınız, o kimdir, nə cür birisidir? Valla, ədəbi material özü verdiyi qədərin alırıq, o ayrı məsələ. Bir də bir müşahidəmiz var. Axı bizim ətrafımızda, qohumda, tanışda, qonşuda nə qədər tanıdığımız, polis tanıdığımız, mən şəhərdə Heydər Saran yanında o vaxt obyekt işlədirdim. O vaxtları o ərazini elə bir nə qədər polislərini tanıyırdım, gecə-gündüz orada. Bir dostlaşmışdıq, bir münasibətimiz yaranmışdı. Mən obyektim gəlirdilər, çay arada. Orada tədbir zad olanda bir-birini əvəz eləyirik, gəlirdilər, çay içirlər falan. Mən orada elə cavan polislər tanıyırdım ki, doğrudan da günləri gündə eləydi. Onun özünün ailəsində əməlli problemlər ola gəlirdi, hansısa bir və tək ailə məişət məsələsi də deyil, axı, bu qədər cinayətləri, o qədər nə bilim, nələr. Yəni, bunları bilən adam, bunları görən adam, bunları o qədər bir çətinlik törətməməlidir, mən düşünürəm, mənim anar obrazını oynamağıma. Bəs bütün o müşahidələrdən xüsusi hər hansı bir şey varmı ki, siz götürdünüz və bu obraza qatdınız? Hər hansı bir əl, göz hərəkəti, hansısa söz, nəsə belə bir detal, nüans var? Tam, bilirsiniz, bəzən o qədər hər şey orqanik baş verir ki, unudursan. Olur, bəli. Amma məsələn, silahı üstümə çəkilən vaxtı, məsələn, ikinci bölümdə silah çəkilir üzərimə. Orada, məsələn, başqa rejissor olsa, o səhnə ilə kifayətlənməzdi. Başqa bir, nə bilim, belə də ifadə edeyim də, dadadan, belə bir zoom geçsinlər, Roninlə zadla üstümüzə gəlsinlər, bizim də burnumuz obyektivdən, qlazotdan baxan kimi belə eybəcər şəkillərə düşək, belə dayanın baxım silaha, o əlində saxlasın, belə şeylər olmadı da. Yəni, çox ani, çoxu və
mən orada minimalist bir şey elədim. Yəni orada qala bilməzdim, o silahda belə dayana bilməzdim ki, ölmədim. Nə yaxşı, nə çap atıraq adam hələ. Bunun biri atmadı da, ikincisi, üçüncüsü ata bilər. Yəni orada yəni cəhdlik lazım idi, çevrlik belə bir şey lazım idi. O səhnədən məsələn razıyam. Özüm adam oynadığı səhnələrdən hələm-hələm razı olmur. Hələm-hələm tamaşaçılar tərəfdən. Mən o qədər belə ciddi adamlardan Körpü serialında oynadığım Səməd bəy obrazını o qədər adamlardan eşidirəm ki, mənə deyir ki, bütün yaradıcılığında, bütün hər şeyinə baxmışam, ən sevdiyim Körpüdür. Məsələn də. Amma Körpü serialında mən Emillə ssenarini oxudum, məhətələ dedim, o Emil, sən bunu nətər, yanaşmasını bilmirdim adamın, dedim, onun dəvələrini demişim. Dedim, yox da, mən ruhla bilmirəm axı belə. Dedi, inanırsan mənə, inanırsansa, yəni, bu işdə də inam lazımdır da. Doğrudan da bildiği bir şey var imiş. Yəni, heç nə eləmədim də, heç nə eləmədim. Adam nəsə eləməyə qorxur, adam nəsə eləməyə ruhdur. Bəzən heç nə eləməmək lazımdır. Bəzən çox şey, bəzən elə hər şey minimalist, hər şey... Yəni, düzgün situasiyanın içində, düzgün yerdə öz nəticəsini verir. Yaxşı, bəs bu obrazı canlandırandan sonra, bütün bu 8 seriyada çəkiləndən sonra polisə münasibətiniz dəyişdi, yoxsa elə eyni qaldı? Niyə mənim münasibətim nə idi ki, polisə dəyişə də, yəni, yox, elə... Yəni, nə baxımdan deyirəm, siz artıq həmin şəxsi oynadınız. Daha düşün, daha biraz bildiyimizdən artıq bəzi şeylər, daha belə də cinayətlər, belə də məsələn, indi özünüz baxasınız da, mən spoiler vermək istəmirəm də, görün nələr baş verir də, yəni, bu mənada dəyişir ki, mən bir bilirdim, 5-dir, 5 qat artıq vəziyyətləri məsələn də, belə. Yaxşı, bəs aktyor kimi sizi yeni bir mərhələyə keçən hər hansısa bir iş teatrda, serialda və yaxud da filmdə olubsa hansı iş olub? Necə üzr istəyirəm? Aktyor kimi sizin fikrinizdə hansı iş olubmu ki, sizi yeni bir mərhələyə keçirib? Yəni, bu oyundan sonra istəyirəmsiniz ki, ya aktyor oyununda, ya ümumiyyətlə bu aktyorluğa münasibətdə, ya tamaşaçının sizi qəbullanmasında bir dəyişiklik olub və demişsiniz ki, bu iş mənim həyatımda, bu peşəmdə bir dönüş nöqtəsi yaratdı. Yoxdur. Olmayıb elə ki, belə bir şey. Yox, o hamısı bir-birini tamamlayır. O onun ardınca gəlir, o onun ardınca gəlir deyəndə gərək edib ilkinə çıxasan. İlki də o deyil, o təcrübə hara, indiki təcrübə hara. Yəni, yox, çətindir onu demək ki, konkret bu film məni... bir neçə film ola bilər ki, məsələn, mən ictimaiyyət tərəfindən artıq, məsələn, məni ictimaiyyətdə, bizim öz camiyəmizdə, məsələn, bizim yaşlı aktyorlarımızdan, məsələn, hansı ki, sənətkarlarımızdan, onlar tərəfindən mən bir tanıyırlarsa məni haradasa görəndə mən öz yəni xoş sözlərini deyirlər ki, xoşumuz gəlir falan filan belə elə o mənə yəni bəsdir də, o mənim üçün Oscar'da da, mənim üçün mən heç vaxt tamaşaçı məni nə vaxt tanıyar, tanınmaz, populyarlıq belə. Mən işimdə düz olandan sonra onun hamısı özü gəlir, tapır, özü. Bəzən inanırsınız o qədər elə yer olur ki, o qədər istəyirsən tanınmayasan orada. Orada doğrudan da tanınmamaq istəyirsən. Bəzən bu bizim şöhrətə çox qaçan böyle olur da həmkarlarımızdan görürsən ki, var da içində çox belə, orada da olum, orada da olum, biraz tanınmağa belə çox şeylər. Vallahi o tanınmağın belə yaxşı tərəfləri qədər də, ondan da çox pis tərəfləri var, onu məşhur yaşayırlar zaten, oldular onu, ağır tərəflərini yaşayırlar. Bilsələr can atmazlar. Yəni mən də heç vaxt, yəni millətin içində olmuşam həmişə, ortalıqda olmuşam. Siz... Elə bir film demirəm də, konkret deyə bilmirəm. Məsələn, olub, Nar bağı mənim bir ayrı etap, məsələn, ondan sonra, məsələn, keçib növbəti başqa filmdə, nə bilim, və o demək deyil ki, mən bütün filmlərimdə qol vurmuşam, bütün filmlərimdə mən nəsə uğur əldə eləmişəm. Arada uğursuz layihələr də olub, arada olub da ki, olub.
Yaxşı, siz Rusiya istehsalı və İV platforması üçün çəkilən Konstantinopol serialında çəkilmisiniz və əsas aktyor heyətindəsiz. Orada Gülər adında bir personajı canlandırırsınız. Miqrasiya inspektoru, baş miqrasiya inspektoru və sizdən əlavə də orada həm Kamran Ağabalayev oynayıb, həm Aydan Həsənzadə oynayıb və bir nəfər də bizim aktyorlardan Bir nəfər Yusuf adam, Cavidan Novruz oynayıb. Yox, baş heyətdə mən deyirəm. Əsas aktyorların mən siyahısına baxdım, gördüm ki, əsas heyətdə sizin adınız var. Abdülqəni müəllim də əsas obrazlardan idi. İlk növbədə ondan öncə də xarici filmlərdə çəkilmisinizmi və orada aktyora münasibət və bizim çəkiş meydançasındakı münasibətlərdə və ümumiyyətlə çəkilişin təşkilati məsələlərində hansı fərqləri hiss edədiniz? Bir dəfə Emil dedi ki, əmi, o da setlərdə olursan da gedirsən, görürsən. Bu məsələn səhnə göstərir. Bu səhnədə filan işıq məsələn 18-lik, məsələn burada çöldə odur deyirəm, hə. Deyir, orada neçə dənə deyirəm, bir dənə oradaydı. Bir dənə də kontravoyda, ondan da az idi, nə idisə belə. Belə baxırıq gelib başqa nə var filan. Bizdə orada nə var, o yoxdur da belə. Gəldik, gördük ki, oradan da orada belə danışa-danışa da oradan da görürəm ki, filan bizdə hamısı var, biraz bir dənə pıçı danışırlar çox rahat şəkildə belə hamısının qulağından. Orada qışın belə yoxdur da. Bir dənə gətirib, belə bir aktyor məşq eləyir, orada mümkünatı yoxdur da, bir dənə milçək uçsun, belə bir şey olsun falan. Belə şeylər danışır. O da ki, maşallah olsun, Emil'in setlərində həmişə özünü təmin edib. Gəldik, çıxdıq bir dənə Karavanzad məsələlərinə ki, gördük ya bu müəyyən şeylər. Qidadır, pis yaşamımız əsas odur, amma yaxşı da belə baxırsan ki, digər seriallarda da çəkilirik. Əsas mən olan yerlərdə belə pis çıxmasın, yaxşı olur. Tək mənim üçün yox, heyət üçün də yaxşı olur. Bilirik də başqa setlərdə olur. İndi ələnir də yavaş-yavaş düzələcək, hamısında düzələcək. Səhərisi gəldim, qəbirstanlıq səhnəsi idi falan. Gördüm, Emil Karavan da gətirib. Nəsə, həmin nəyimiz çatmır dedim, hər şeyimiz çatmır. Doğrudan da, bax, götürəndə az şeyimiz çatmır da, yəni. Az şeyimiz. Biz az komanda ilə az iş görmürük, çox işlər görürük. İnanın ki, o hər aktyora bir assistent versək, nə bilim, bildiyin necə, bir nəfər üç işi birdən görməsə, bir nəfər üç işi birdən görməsə, yəni bunun da başında maliyyə dayanır da, maddiyyat dayanır. Budur məsələ. Orada, valla, bilirsiniz nətər, belə görməmişlik çıxmasın, adam özünü aktyor kimi hiss eləyir. Gedirsən aeroportdan düşürsən, aeroportda görürsən bir qəşəng qara maşın gəldi, qaçdılar, oturdun arxada VIP, nə bilim Mercedes Viyana falan, getdin otelə, getdin, orada qarşıladılar, yerini göstərdilər, rahatlandın, çıxdın bir şəhərə öyrəniz, getdin bir kofe içdin, gəldin, tekstinə baxdın, otelində rahat yatdın, səhər durdun, maşın gəldi, götürdü səni, düz karavanın yanında saxladı. Heç kimi görmürsən, birbaşa girirsən karavana. Əsas rollardansa heç kostyumer niyə getmirsən, gəlir karavana, orada geyinirsən, bir dənə qrimə gedirsən, qrimbaginə gedirsən, vəssalam. Oradan da gəlirlər, assistentlər, heç kimlə artıq təmasda olmursan, heç kimlə lazımsa səmimiyyət qurmursan, heç kimlə aktyor çəkildin, qutardın, səni yola saldılar, sən getdin. Qoy Məmmədin 2 dənə səhnəsi qalıb, o da çəkilsin, qutarsın, bir yerdə gedərik falan, yoxdur, elə söhbət yox. Sən işin qutardın, qursundan yox. Bu belə, disiplin, ən əsas şey disiplin. Onların o təşkilati məsələlərdə bizdən qat-qat irəlidə olması, bizim çəkiş meydançalarından sonra ora düşmək bir aktyor oyununa sırf mənfi mənada təsir eləmir, yoxsa daha da yaxşı təsir edir? Daha da yaxşı təsir edir. Daha da yaxşı təsir edir. Yəni adam çox relaks olub oyunda yadırlamır. Yox, relaks olmursan ki, əksinə daha çox artır məsuliyyət. Şəxsi fikrinizə görə Səmimi Fərhad çəkiş meydançasında problemli aktyordur, yoxsa yox?
Çünki bu məsələ var da, sizə aid yox. Ümumiyyətlə bu sinema cəmiyyətində bu var. Deyirlər ki, falan aktyor yox, o problemlidir və yaxud da yox, bu yaxşıdır. Və bu ümumiyyətlə fikirlər sizdə nədən formalaşır bizdə? Vallahi mən ölkədə yetərincə peşəkarlarla işləyirəm. İşlədiyim adamlar. İşləyirəmsə o peşəkarlarla, deməli cavab ortadadır da. Onu qeyri-peşəkar deyə bilər. Niyə? Niyə? Deyim sizə. Qoyun söz açılıb deyim də. Yəni, bax, seriala çəkilişə gedirəm. Mən şəhərin elə bil Qartalın bu başından bu başına taksi ilə yol gedirəm. Masazırda hardasa villadır, ora gedirəm. Mən də Əhmədli tərəfdən gəlirəm. Mən artıq setə çata-çatda geyim rəssamı mənə yığır. Xahiş edir ki, bəs o şeyi də götürərdiniz də, məsələn, o rozlu kofta futbolka var idi, onu da götürərdiniz də. Nədir, elə bil ki, olmayıb. Mən öz paltarımdan çəkiləsi olmuşam, bunlarda olmayıb. Olmaz əslində, olmaz. Düzdür. Mən sabah evdən gəlməyə bilərəm, başqa yerdən gəlməyə bilərəm, başqa yerdən gələ bilərəm. Yana bilər ki. Yəni, ya da bunu verim sizə, onda qalsın sizə bir dəfəlik kostyumerniyə bağışlayayım, onu qutarsın, geçsin, elə də olmur. Gəlmişəm çata-çatda, bu mənə deyirəm ki, qızım, mən onu götürməmişəm və mən evdən gəlmirəm və bunu da indi demirlər. Mən zaten özüm çəkilişə haradasa dəqiqə etibarı ilə 2-3 dəqiqə, 5 dəqiqə gecikirəm taksinin gəlib, baxıram vaxta. Və oradakı rejissor da məndən cavandır. Onun köməkçisi, Ftaroyu və yaxud heyətdə məndən 2 prodüser qarışıq, hamısı məndən maksimum eyni yaşda 1-2 nəfər var. Mən gedib orada gecikməyimə görə o boyda heyətə üzr istəyirəm deməliyəm. Bu mənim borcumdur. Mən kimisə gecikdirmişəm də üzr istəyirəm. Mən zaten 1-2 dəqiqə gecikmək məcburiyyətindəyəm. Mən oradan təzədən taksini qaytarmışam dala. Getmişəm, o köynəyə gətirmişəm. Mən burada xilaskar rol oynayıram da. Ki, qız məndən xahiş edir ki, vay, nə danışırsınız, mən öldüm, mən batdım, rejissor məni öldürəcək. Baxıram, qızdır da istəmirəm də, bunu alçatsınlar, kiçilsinlər, pis söz desinlər falan. Taksini sürdürürəm, abratını gedirəm, götürürəm paltarı, gətirirəm. Dönə-dönə üzr istəyirəm bütün heyətdən. Mən bomba olanam, mən zor olanam, mən əcdayım. Dönə-dönə üzr istəyirəm bütün heyətdən. Sən Allah bəni bağışlayın, mənim bir vacib məsələm var idi, ona görə bu qız danlanmır. Düzdürmü? Və bu ikinci dəfə baş verəndə və mənim başımda çatlayanda mən gəlmişəm, paltar axtarmışam, geyim rəssamı yatıb. Qoy elə deyim də, Barama serialı var idi orada. Özləri bilsinlər. Neçə il əvvəl idi bu? Çox köynəsədir. Geyim rəssamı yatıb. Qızı durğuzmuram ki, oyatmıram ki, qoy yatsın da, yorğundur yəqin, bunlar gecə-gündüz çəkirlər falan. Paltarımı axtaram, ay qardaş, ora paltar, bura paltar yoxdur, ora paltar yoxdur da, onu qaldırıram, bunun altına baxıram, bunu qaldırıram. Kimsə gəldi, bir xeyli vaxtdan sonra getdim, bir siqaret çəkdim, gəldim, o deyir, nə olub, deyirəm, mən paltarımı axtaram, tapıram. Bu qızı kimsə gəldi, durğuzdu. Bu qız duranda bunun altından mənim paltarım çıxdı. Qırış. İti vardı setdən. Abi sən qurban olum, nətər mən problemli aktyor olmayayım burada? Mən nətər problemli aktyoram ki, mən 13 saat, 14 saat, 15 saat, bəzən 16 saat set, linza qoyublar gözümə. Qrimyor, hara qanı qrimyor yox. Özdə bu dost layihəsində deyə bu. Pul verib işlətdi, yaxşı pul verib, qonorar verib işlətdikləri çıxır gedir. Dostluğa, qardaşlığa gələnlər burada zülüm çəkir. Mən bu tozun torpağın atışmanın içində silahlı zadlı səhnələr oynayıram. Mən bu linzanı çıxartmaq lazımdır. Deyib, bir dənə butulkaya şeydir. Deyirəm, bir dənə vlajın salfetka heç olmasa yoxdur mu? Bir nəm salfetka, sən qrimyorun hara gedibsən? Həmən onda nətər problemli aktyor olmayayım? Qrimyor yoxdur, çıxıb gedib. Gedən qrimyor, başa düşürəm, force major ola bilər. Doğrudan da görərsən ki, qrimyora ehtiyac yoxdur. Bir xəstəsim ola bilər, iraq, heyətik, həmkarıq. Başa düşülən bir şey olar, səbəbli bir şey olar. Başa düşərəm ki, deyirəm, qrimyor getdi. Burada elə bir ciddi bir şey yoxdur. Əlimizdən gələni eləyəcəyik falan. Yəni, gedəndə amma bir vlajın salfetka saxlayar.
ki bu qırmızı silək falan və yaxud mənə linza vermirsən, düzdürmü? Bu linza səndə qalır. Rekvizitdir. Bunu sən qoyub sən götürürsən. Bunun özünün xüsusi qabı var, suyu var da, eləmi? Mən bunu kirli əlimlə necə götürüm, necə eləyim, hara qoyum, deyir, kimsə içib yarımcıq su qalıb, deyir onun üçün. Bir deyib, beşdi, mən sənə danışsam, yəni gərək verilişi ancaq bu şeylərə həsr eləyək. Bəs mən nətər problemli aktyor olmayayım? O ayaqqabını maşında harasa veşlər gedir, ayaqqabı qalır onun içində, əzilir, pükülür. Həm gəlirsən, baxırsan, sən rekvizit paltara, sən bu filmin paltarına yanaşdığın münasibətə bax, Bomucuda oynasam, ən belə çirkli, fəhlə paltarının yanında belə, nə bilim, toz torpağın içində əlləşdiyim elə bir obrazımda olsa, mən ona başqa cür yanaşıram. Onun üzərində rol adı yazılır, mənim adım yazılır və onu mən 5 il ki asıram, bütün geyim rəssamları, məndən işləyən bütün geyim rəssamları bilir. Mən öz paltarıma o qədər elə səliqəni yanaşmıram ki, mən obraz paltar. Bəs mən bu qədər fədakarlıq eləyirəm işində, sənətində, həmkarımda, ona görə danlanıram, buna görə söz deyirəm. Zaten elə adım belə çıxırdı mənim də. Başa düşdüm. Mən bunları bilmirdim açıq indi. Vallahi, belə şeylərlə olur. Və yaxud söz danışırsınız ki, hə, bu budur, hə, yaxşı, mən də sənə jest eləyirəm, qabaqcadan müəyyən qədər avans falan filan var. Hə, gəlir bir neçə çəkilir, əsas çəkdiyi nəminə toxlayır, rahatlaşır, yadan düşmür. Ay, sən danışdığın kimi alacağın məbləği, hansı ki, danışmışsınız, söz danışıqdan keçər, bizim aramızda heç mi ayıb deyil, biz qardaşlar falan. Mən öz halal pulumu xahiş edib, yalvara istədiyim olub. Ya, qardaş, xahiş edirəm. Söz danışmışıq da ki, belə başlayacaq, belə olacaq. Və bu da aktyorun işinə yansıyır da. Evet. Biraz arxaya indilər, niyə? Mənim kimi bir neçə həmkar dostlarımız var ki, 3 manat da alsaq eyni oyunu sərgiləyəcəyik, 5 manatı da alsaq eyni oyunu sərgiləyəcəyik. O tərəfdən rahatdılar ki, maksimum şeyləsinlər. O da son illərdir, ümumiyyətlə, güzəşt eləmirəm. Heç içində çox yaxın münasibətim olduğu adamlar da var ki, yəni, proyekt var da, yetərincə sayacağım proyekt var ki, qardaşım, yanınızda olmuşam, dəstək olmuşam. Özləri biləcək kimlə danışıram. Bu yaxınlarda dostlarımız deyirlər da Allah canlar sağ eləsin. Bu yaxınlarda biri zəng eləyib deyib ki, ölmüşəm yerdən götür. Prodüser. Rejissor da tanışınızdır, dostunuz. Nədir? Qarabağla bağlı rayondadır, qardizdən gedirik, qarda çəkiliş eləməliyik, okey. Məbləğdəki də heç nədə dedim, o pulu istəmirəm də, mən onu bağışlayıram sizə, siz setinizdə o qədər acınacaqlıdır vəziyyət, mən zaten Qarabağa tövhə verə gəlirəm. Borcumuzdur da, məsələ o deyil. Onu da qısa şəkildə izah eləyərəm, deyərəm o da. Deməli, geçmişəm, qardaş, biz ofis şəraitində, şəhərdə, 12 saatdan artıq işləyə bilmirik də, iş rejimi var da, 12 saatdan artıq operator deyir, gözüm yorulub, haqlıdır da. Mənim bir canımda can var, oynamaq istəyirəm, oynayadam. 10 səhnə bugün planımız var idi, 15 sənə oynadım məsələn. İndi bu işin gedişatı vardı, 12 saat bu iş rejimidir. Bu şəhər hələ şeyində, şəraitində, ofisdə falan da, interyerdə, heç biz buna dözmürük 12 saat. Sən gətirmişsən mənə qardizdəndir. Çöldə bir səhnədir ki, gəl görəsən, soyuq. 14 saat, 15 saat, sən mənə deyirsən, ölmüşəm, məni götür, amma gətirirsən məni öldürməyə. Ay, sana qurban olum da, mən eləyimi. Öz o pahalı layihələr, bir elə işlər işləyirsiniz, heç birində mən yadınıza düşmürəm sizi. Mən niyə mənim anam ölməsin, yazıqdır. Mən Laçından çıxandan, Laçında o 12 yaşımda gördüyüm məşəqqəti, gəlmişəm. Bura gələndən, təhsil alandan, burada gələndən, nə var ki burada, qaçqınlığın, hamı bizə xoş davranmayıb ki, pis davrananlar da olub. Qucaq açanlar da olub, pis davrananlar da olub. O uşerklə, o şeylə, o travmalarla, burada hələ pis yaxşı bir universitet oxumuşam, bir peşə sahiblənmişəm və bu peşənin içində belə, Qarabağla bağlı nə qədər filmlərə pulsuz çəkilmişəm və öz cibimin büdcəsi ilə özümün yox, aləmi narahat eləmişəm, aləmin boğazından kəsir bir növ. Aləmin, valideynlərimin, bildin nə demək istəyirəm, yəni əhatəmin, dostlarımın, yəni yetərincə belə pis çıxmasın, tövhəmi vermişəm və borcumdur da, məsələ o deyil.
Mən bugün 45 yaşım var. Laçında şükürlər olsun, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, dövlətimiz başda olmaqla, almışıq gözəl, abadlaşıq. İndi mənim onu relaks, indi mənim Laçında dincələn vaxtımdır, Laçının artıq səfasını çəkəsi vaxtımdır da, Qarabağın ümumiyyətlə də, yəni indi... Məsələn, mən gətirmirsən, mən deyirsən, ölmüşəm, yerdən götürsən, gətirsən məni burada öldürməyə. Bildin nə demək istəyirəm? Yəni, olmur, çətin olur. Sonra da səsim də çıxanda oluram problemli aktyor. Gördün nə oyun çıxartdı burada? Mən ümumiyyətlə bütün Azərbaycan sineması ilə yeni məşğul olmağa başlayan və yaxud da başdan məşğul olmağı planlayan dostlara tövsiyəm bir kiçik qardaşınız kimi olar ki, kiminsə haqqında nə deyilməsindən asılı olmayaraq, həm sinemadan kənar çalışın, özünüz o adamla danışın, özünüz bir ünsiyyət qurun, sonra nəticəyə gəlin. Çünki ola bilsin ki, müxtəlif səbəblər olar da. Deyək ki, Səmi bəy də indi dedi, bəzilərini qeyd elədi. Kimsə kimlənsə bəlkə də öz səhvinə görə problem yaşaya bilər, amma siz onu yaşamazsınız. Səmi bəy, hansı yerli aktyorla siz çəkilmək istəyərdiniz? Hələ ki çəkilməmisiniz, amma istəyirdiniz ki, səhnəni paylaşasınız. Vallahi yerli yox heç. Xarici bir aktyorla da elə bir istəyim yoxdur. Mən Əli bəyin bir gözəl sözü var, deyir, biz üstümüzə gələni yaşayırıq. Əli bəy Məmmədlidən sonra Mən sənətdə də elə, həyatda üstümüzə gələni yaşayırıq biz. Mən durum, xəyali, elə bir şeyim yoxdur. Vallahi yoxdur da, doğrudan deyirəm, yoxdur. Var elə aktyorlar, var dostlarımız var ki, yaxşı, normal qarşılayıram. Bəlkə də o da bir harasa, hansısa bir məqsədə gərək deyir, o arzuların da kısıtlı olmasın da, böyük olsun ki. Şimdi, amma olmayıb, yəni nə yalan deyim, tam səmimi deyirəm, olmayıb. Dediyim kimi, o obraz, o kimi, hansısa obraz oynayar da. Hə, istəyərik, həmişə istəyərik ki, əhatəmiz aktyor ansambl, aktyor balladası yaxşı olsun, yaxşı aktyorlarla, yaxşı tərəf müqabililərim olsun, səhnə paylaşım, yaxşı enerji ötürə bir-birimizə yaxşı padaşa verək, indi belə şey dinlə. Yoxdur elə bir şey. Elə bir şeyim də yoxdur. Qərar verilibsə ki, bu adamla, bu aktyorla oynayır. Mən sadəcə öz işimi görürəm. Yoxdur elə nə elə bir, var deyir, bir aktyorların var bir-biri ilə xofları falan. Mən heç vaxt elə şey hiss eləmədim. Nə özümə qarşı, var oldu, gördüm qocaman aktyorlar tərəfindən müəyyən, ona Rus dilində padlyanka deyirlər də, müəyyən elə padlyankalar hiss elədim, mənə qarşı müəyyən şeylər. Yəni tərəf müqabiliniz sizi tələyə salmağa çalışır. Texniki şeylər var, əziz qardaş, texniki məsələlər var. Baxırsan ki, əslində bir köklü aktyor deyil, vəziyyətdə, münasibətdə deyil, işin o tərəfində deyil, başqa yerdədir, başqa şeyə xidmət eləyir, başqa şey və texnordur, səni çaşdıra bilir. Yəni öz oyunu ilə. Öz aləmində də bir nol əlb olan xeyrin, öz üçün ki, mən burada bildirməliyəm də, hamı öz yerində bildin necə. Belə şeylərlə rastlaşmışıq, məsələn, görmüşük ki, o özün yerini bildirmək istəyən var. Bizim əksinə mən dəstək olmağa çalışır. Hə, olub da, yəni elə görürsünüz. Başa düşdüm. Bəs elə aktyor varmı ki, misal onunla səhnə paylaşmaq istəməzdiniz? Yox. Yoxdur belə. Yox. Yəni sadəcə təklif olunsa... Yox, qətiyyən. Elə bir düşmənim də olsa, var amma məndən oynamaq istəməyənlər. Heç düşmənim yox, dost aktyorlar var ki, mənlə dost münasibət bəsləyirlər, amma doğrudan məndən oynamaq istəmirlər. Niyə bilmirəm. Qabaqlaşmaq istəmirlər səhnədə mən. Yaxşı, sizə son sualımı verirəm. Əgər bilsəz ki, ömrünüzün sonuna bir gün qalıb, o günü nə cür, kimlə, harda keçirmək istəyirsiniz? Tək keçirdim. Tək? Hə. Ona qədər hamı ilə vidalaşardım. O bir gün tək keçirdim. Bəs nəyə sərf edərdiniz o tək vaxtınızı? Getdiyim yola. Biraz açıqlasaq bunu. Çətin olar. İfadə eləyə bilməyəcəyim fikirlərim var. Çətinlik çəkərək, yəni ifadə eləyə biləcəyim fikirlərdir çox. Getdiyim yola, hara gedirəm, əziz qardaş? Hara gedirsiniz, misal üçün? Bir gün vaxtım qalıb, hara gedirəm?
gedəcəyiniz Gedəcəyim yerə hazırlayaram. o mənada. Ora da Başa tək. düşdüm. Təşəkkür edirəm gəldiyinizə görə. Mən təşəkkür edirəm. Vaxtınızı dəvətinizə sərf görə. etdiyinizə görə. Mən onu qeyd Çox edim sağ ki, olun. bayaq dediyinizdən fərqli olaraq bu gün Səlim bəy çəkilişə danışdığımız vaxtdan da 1 saat daha tez gəlmişdi. Və öz çəkilişimə 1 saat gecikdim. İndiki çəkilişimə gedəcəyim yerə 1 saat gecikdim. Amma demişəm, qabaqcadan demişəm, idarə ediblər. İmkan var idi ki, idarə ediblər, sağ olsun. Başa düşdüm. Dostlar, əgər kanala ilk dəfə rast gəlmisinizsə, abunə deyilsinizsə kanalımıza abunə olun. Bu sizin üçün adi bir hərəkətdir. Bizim kanala isə böyük bir dəyər qatır. Kanala maddi cəhətdən dəstək olmaq istəsəz, Ko-fi və yaxud da Patreon platformasından dəstək ola bilərsiniz. Onların keçidi videonun altındadır. Bizim kanala sosial media hesablarından da abunə ola bilərsiniz. Onların keçidi də videonun altındadır. Və mənə maraqlıdır ki, Səmimi Fərhadla bağlı fikirlərinizi şərhə yazasınız. Hansı obrazını izləmisiniz, nə ilə yadda qalıb, ümumiyyətlə bugünkü danışdığımız məsələlərlə bağlı fikirləriniz nədirsə, şərhdə bölüşün və sonda həmişəki kimi çalışın sağlam və xoşbəxt olasınız. Hələlik. Sağ olun.